Bizim əlimizdə olan müxtəlif yazılı mənbələrdə bu kəndin Binəqazi kimi qeyd olunduğunun şahidi oluruq. Məsələn, Binəqədi Cami məscidində 18-ci əsrə aid bir dini bir kitab saxlanılır. Orada Binəqədinin adı Binəqazi kimi göstərilir. Bundan əlavə Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan Cümhuriyyəti əsərində də 18-ci il hadisələrindən danışarkən Binəqədi kəndinin adını Binəqazi kimi təqdim edir. Digər bir versiya isə Binəqazi, yəni burada artıq qaz sözü, yəni torpaqdan neftin, qazın çıxması, bilirsiniz ki, Binəqədi o qazı ilə, nefti ilə məşhurdur və bu cür deməli izah olunur. İndi bu Binəqazi, bayaqki Binəqazi sözünün mənası, hərfi mənası ilə bağlı, bu bir qazinin bina etdiyi, yəni saldığı ərazi bu mənada işlənir. Qazi sözünün özü də bizim dilimizdə, deməli, izahlı lüğətə də nəzər salanda biz bunun şahidi oluruq. Deməli, iki cür izah olunur. Bir qazi şəriət məsələlərini həll edən, məhkəmə işlərini belə deyək, baxan şəxsə deyilir. Bir də müharibəyə gedib qayıdan insanlara qazi deyilir. Böyük ehtimalla bu ikinci variantdır. Yəni, hansısa bir müharibədən qayıdıb gələn və bu ərazini məskən edən bir şəxsdir. Binəqədi kəndinin deməli tayfaları, nəsilləri biz onlara deyirik. Üç əsas böyük nəsil bu kəndin əsasını qoyub. Bunlara biz Qaramanlılar, əskərlər və paşalıları qeyd edə bilərik. Və bundan sonra digər artıq tayfalar da, nəsillər də Binəqədiyə gəlib. Mənbələrdə 7 nəslin adı qeyd olunur ki, bunlardan saydığım üçü ən əsasıdır. Bunların hər biri deməli türk mənşəlidir. Binəqədidə istər mikrotoponimlərə də biz nəzər salsaq, nəsil adlarına da nəzər salsaq, bunların türk mənşəli olduğunu şahidi oluruq.